Bizim dövrdə Azərbaycandakı vitrinlərdə nə kimi qəribəliklərlə qarşılaşmırsan? Əgər siz hələ şirin kartofu dadmamısınız, amma onun dadının necə olduğunu öyrənmək istəyirsinizsə, bu video sizin üçündür. Şirin kartofun adi kartofla heç bir əlaqəsi yoxdur. Bu sıx və ağır kök yumrularına malik sarmaşıq tipli tropik bitkidir və mənşəyi Mərkəzi və Cənubi Amerikadır. Şirin kartofu doğramaq üçün müəyyən səylər göstərmək lazımdır. Kök yumrusu adətən narıncı rəngdə olur, lakin digər rəngləri də mövcuddur. Narıncı kök yumruları beta-karotin ilə zəngindir. Bu da insan orqanizmində A vitamininə çevrilir. Bəs bişmiş batat necə dadır? Sobanı 30 dəqiqə işlədikdən sonra batat yumşalır, amma formasını yaxşı saxlayır. Lapa halına gəlmir. Konsistensiya və dad baxımından ən çox bişmiş şabalıdı xatırladır. Batat şirinimtidir, amma məsələn balqabaq qədər şirin deyil. O, digər tərəvəzlərlə və ətlə yaxşı uyğunlaşır, həmçinin ədviyyat və pendirlə də. Bir orta boy kök yumrusu 2 nəfərlik doyurucu və dadlı yemək üçün kifayət edir. Beta-karotindən əlavə batat C və B qrupu vitaminləri, lif, kalium və antioksidantlar baxımından zəngindir. Bu maddələr görmə qabiliyyətini, immuniteti, dəri sağlamlığını və həzm sistemini dəstəkləyir. Quş üzümü kimilər fasiləsinə aid bitkinin meyvəsi, pomidorun miniatür qohumu, C vitaminin əsl xəzinəsi. Bütün bunlar yer gilası haqqındadır. Onun növlərinin əksəriyyəti Amerikada yayılıb. Lakin adı yer gilası Avropa və Asiyada, o cümlədən Azərbaycanda da rast gəlinir. Supermarketlərdə satışda olan yeyilən yer gilası növləri isə böyük ehtimalla Peru, Kolumbiya və Mərkəzi və Cənubi Amerikanın digər ölkələrindən idxal olunur. Yer gilası yay ortalarından payızın sonuna da çiçəkləyib meyvə verən ot bitkisinin meyvəsidir. Yetişdikcə meyvəni əhatə edən qabıq quruyur. Meyvənin özü isə parlaq sarı və ya narıncı rəng alır. Xarici görünüşünə görə yer gilası meyvələri çerri pomidorlarını xatırladır. Lakin onların səthi yapışqan örtü ilə örtülür və gilə meyvələri yeməzdən əvvəl bu örtüyü mütləq yumaq lazımdır. Yer gilası dadı parlaq və çox şaxəlidir. Şirin turş gilə meyvələr eyni zamanda çiyələk, albalı, ananas və feyxuanı xatırladır. Xırda və zərif toxumları yeyərkən demək olar ki, hiss olunmur. Xoş dadı ilə yanaşı yer gilası C və K vitaminləri, antioksidantlar və liflə zəngindir. O immuniteti möhkəmləndirir, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, sümüklərin sağlamlığını dəstəkləyir və iltihabla mübarizəyə kömək edir. Həmçinin öd qovucu xüsusiyyətlərlə malikdir. Hipertoniya zamanı faydalı ola bilər. Əsas şərt yalnız tam yetişmiş, üzərində yaşıl damarlar olmayan gilə meyvələrdən istifadə etməkdir. Meyvəni əhatə edən quru örtük, eləcə də bitkinin yarpaqları və gövdəsi zəhərlidir. Payızın əvvəllərində Azərbaycanın bəzi marketlərində qeyri-adi meyvə apunsiya satışa çıxarılır. Apunsiya Amerika mənşəli kaktus növüdür, lakin dünyanın digər tropik və subtropik bölgələrində də yetişir. Onun oval və yastı formalı budaqlarında tikanlı meyvələr əmələ gəlir və payızın əvvəlində yetişdikcə qırmızı rəng alır. Bəzi ölkələrdə bu meyvəyə tikanlı armud və ya hind ənciri deyirlər. Meyvənin özəyinə çatmaq üçün əvvəlcə onu tikanlarından təmizləmək, sonra qabığında kiçik bir kəsik açmaqla soymaq lazımdır. Meyvənin içi yumşaq olur, çoxlu sərt çəyirdəklər var, lakin onları yemək mümkündür. Apunsiya meyvəsinin dadı ən çox qarpızı xatırladır. Apunsiyanın bir çox faydalı xüsusiyyətlərə malik olduğu hesab olunur. Tərkibindəki lif, bağırsaqların fəaliyyətini tənzimləməyə, pektinlər qanda xolesterin və şəkər səviyyəsini nəzarətdə saxlamağa, həmçinin C vitamini və antioksidantlar immun sistemini gücləndirməyə kömək edir. Azərbaycanda ənənəvi qoz fındığı növləri ilə yanaşı, açarla qoz kimi tanınan egzotik makadamiya qozu da satışda tapılır. Bu, vətəni Avstraliya olan həmişə yaşıl bir ağacın meyvəsidir. Avstraliyadan əlavə, makadamiya Cənubi Afrika, Braziliya, ABŞ, Çin və digər ölkələrdə də yetişdirilir. Makadamiya qozu dairəvi formadadır. Ölçüsünə görə fındıqdan təxminən 2 dəfə böyüdür və rənginə görə şabalıdı xatırladır. Onun əsas xüsusiyyəti son dərəcə möhkəm qabığa malik olmasıdır. Bu səbəbdən onu adi qoz qıranla sındırmaq mümkün deyil. Buna görə də makadamiya qozları satışa qabığında
Xüsusi texniki vasitələrlə əvvəlcədən kəsik açılmış şəkildə çıxarılır. Alıcılara qabığı rahat açmaq üçün kiçik metal açar verilir. Bu açarın köməyi ilə kəsik yeri asanlıqla açıla bilər. Təbii ki, bu məqsədlə uyğun hər hansı bir alətdən də istifadə etmək mümkündür. Makadamiya qozunun ləpələri formaca və quruluşsa fındığı xatırladır. Lakin tərkibindəki yağ miqdarı daha çoxdur, 70%-dən artıq və dadı daha zəngin, kərə yağı kimi yumuşaq, vanil ətirli olur. Bəzən istehsalçılar qabığında qızardılmış və yarılmış qozları vanil ətirli şəkər şərbəti ilə isladırlar ki, bu da qozlara daha şirin, amma həddindən artıq olmayan dad verir. Makadamiya qozları bir sıra faydalı xüsusiyyətlərə malikdir. Onlar kalsium, fosfor, dəmir kimi minerallarla yanaşı, B qrupu vitaminlərin də yaxşı mənbəyidir. Makadamiya yağı isə yumşaldıcı xüsusiyyətləri və faydalı tərkibinə görə kosmetika sənayesində geniş istifadə olunur. Maraqlıdır ki, makadamiya qozları itlər və pişiklər üçün zəhərlidir. Tamarind paxlalılar fəslinə aid tropik bir ağacın meyvəsidir. Supermarketlərdə tamarind adətən çox da nəzərə çarpmayan qutularda satılır. İkinci adı Hind xurması olmasına baxmayaraq, ən çox Taylanddan ixal edilir. Bəs tamarindi nə üçün alırlar və onun dadı necədir? Yetişmiş tamarind meyvələri yüngül toxunuşdan asanlıqla dağılaraq, qəhvəyi ətini üzə çıxaran kövrək qabıqla örtülüdür. Ətinin konsistensiyası yapışıqlı olub, cemi xatırladır. Meyvənin içində bir neçə möhkəm çəyirdək olur və onlar asanlıqla ətindən ayrılır. Tamarindin dadı turş şirindir və olduqca xoşdur. Onun tərkibində açıq-aydın seçilən parlaq dad notları hiss olunmur. Daha çox müxtəlif quru meyvələrin ümumi dadını xatırladır. Bir qədər də lavaşanı xatırladır. Müxtəlif ölkələrdə tamarind meyvələrindən desertlərin, içkilərin və sosların hazırlamasında istifadə olunur. Xoş dadı ilə yanaşı tamarind yüksək miqdarda lif, vitamin və minerallar ehtiva etdiyinə görə son dərəcə faydalıdır. Ürək və damarları möhkəmləndirir, həzmi yaxşılaşdırır. Antioksidan xüsusiyyətlərə malikdir. Qanda xolesterin və şəkərin səviyyəsini azaldır. Həmçinin serotoninin artması hesabına əhval-ruhiyyəni yaxşılaşdırır. Dünyanın ən böyük və bahalı qoz fındıqlarından biri olan Braziliya qozu artıq Azərbaycanda da satışda tapıla bilər. O, selen adlı mikroelementin ən zəngin qida mənbəyidir. Bu element qalxana bənzər vəzinin normal fəaliyyəti və immun sisteminin möhkəmlənməsi üçün vacibdir. Cənubi Amerikada olan Bertholletia ağacının toxumları, Braziliya qozları böyük Hind qozuna bənzər meyvənin içərisində yetişir. Bu meyvənin içində 10, 20 üçbucaq formalı toxum olur. Braziliya qozunun bahalığı onun yalnız yabani ağaclarda toplanması ilə bağlıdır. Qabığından təmizlənmiş Bertholletia toxumları digər yayılmış qoz fındıq növlərindən xeyli böyükdür. Braziliya qozları makadamiya qədər yağlıdır və dad baxımından fıstığa, fındığa və şam qozuna bənzəyir. Braziliya qozları selenlə ən zəngin qidalardan biridir. Cəmi 1-2 qoz gündəlik selen ehtiyacını tam təmin edir. Selenlə yanaşı bu qozlarda çoxlu zülal, lif, faydalı mono və polidoymamış yağlar, magnezium, fosfor, E və B6 vitaminləri var. Gündə maksimum 3 ədəd qəbul edildikdə immuniteti gücləndirir, qalxana bənzər vəzin, ürəyin sağlamlığına müsbət təsir edir. Antioksidan xüsusiyyətlərə malikdir, dərinin, saçların və dırnağın vəziyyətini yaxşılaşdırır. Braziliya qozlarının qeyri-adi xüsusiyyətlərindən biri radium adlı maddənin digər qidalarla müqayisədə 1000 dəfə çox olmasıdır. Lakin qozları müəyyən miqdarda qəbul edildikdə bu insanın sağlamlığı üçün təhlükə yaratmır. Bizim dövrdə Azərbaycandakı vitrinlərdə nə kimi qəribəliklərlə qarşılaşmırsan? Onların arasında adi olmayan qara rəngli, şirin uzun biber də var. Onun uzunsov, tez-tez əyri formalı, parlaq qara meyvələri olur. Qara rəng seleksiyaçılar tərəfindən xüsusi yetişdirilmiş meyvələrdə bitki glikozidlərinin yüksək tərkibi ilə əlaqədardır. Dadı və ətri adi bolqar biberi kimidir. Bəzən şirinlərin arasında acı biber də çıxır. Qara uzun biberinin qiyməti təxminən kiloqramı 2 manat 50 qəpikdir. Adi uzun biber kimi qara sortlar da yeməklərin hazırlamasında, salatlarda və ya doldurma üçün istifadə olunur.
Bunlar A, C, E vitaminləri, müxtəlif B qrupu vitaminləri və minerallarla zəngin, az kalorili faydalı tərəvəzlərdir. Tərkibində lif və antioksidantlar var. İmmuniteti gücləndirir, həzmi yaxşılaşdırır və damarlarının vəziyyətini yaxşılaşdırır.